Salam, kanalımıza xoş gəlmisiniz. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Və bugün sizə çox ləzzətli bir tvaroqlu şirniyyat resepti təqdim edirəm. Biz videomuzda 2 qat miqdar ölçüsündə istifadə etmişik. Sizə isə 1 qat ölçü üçün miqdarları qeyd edəcəm. Bunun üçün bizə lazımdır 180 qram tvaroq. Və məsləhət görərdim ki, tvaroqu az yağlı, yəni 5%-ə qədər yağlı tvaroqdan istifadə edəsiniz. Çünki biraz yağlı tvaroqlar istifadə etdikdə şirniyyatın içərisi biraz sulu qalır. Və üzərinə 200 ml stəkan içində 1 stəkan şəkər dozu əlavə edirsiniz. Tvaroqla şəkər dozunu əzərək qarışdırırsınız. Onun üzərinə 1 ədəd yumurta əlavə edirsiniz. Daha sonra isə 200 ml stəkan ölçüsü ilə 2 stəkan un əlavə edirsiniz. Unun miqdarı sizin işlətdiyiniz undan asılı olaraq arta da bilər, azalda bilər. Daha sonra üzərinə 1 paket qabartma tozu, 1 paket vanilin və 100 qram otaq temperaturunda kərə yağı istifadə edə bilərsiniz. Əgər kərə yağını otaq temperaturunda qoymamısınızsa, onu yüngül formada əridib, soyudub əlavə edə bilərsiniz. Xəmirimizi yoğururuq. Ələ yapışmayan, amma çox da bərk olmayan xəmir alınır. Videoda da göründüyü kimi. Sonra onu nazik formada açırıq. İçərisinə şəkər tozu əlavə edirik. Sərpirik, belə deyim. Sərpirik və dilimlərə ayırırıq. Dilimlərin ölçüsünü iri də götürə bilərsiniz, xırda da götürə bilərsiniz. Və rulonluyursunuz. Bu arada rulonlayarkən çox bərk rulonlamağa ehtiyac yoxdur. Çünki biraz bərk rulonlasanız, içərisi yenə də sulu qala bilər. Nə də olmasa, içərisində tvaroq var. Və əvvəlcədən 160-170 dərəcə qızmış sobamızda 35-40 dəqiqə ərzində bişiririk. Nəticədə isə çox dadlı, pambıq kimi yumşaq, ləzzətli bir şirniyyatlar alınır. Peçenya da demək olar, şirniyyat da demək olar. Və ümid edirəm ki, siz də edib bəyənib nəticəni gördükdən sonra fikirlərinizi, rəylərinizi bizimlə bölüşəcəksiniz və kanalımıza dəstək olacaqsınız. Diqqətiniz üçün təşəkkür edirəm. Nuş olsun.